الحمد لله الذي وهبنا الأعمار وجعل الأيام خزائن للأعمال والأنفاس خطا إلى الآجال، وهذر عباده من الغفلة ودعا إلى الأوقات. نحمده على نعم لا تحصى ونشكره على فضل لا ينقطع، ونسأله قلوبا يقظة وأعمارا عامرة بطاعته. وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدًا عبده ورسوله صلى الله وسلم وبارك عليه وعلى آله وأصحابه أجمعين. أما بعد، أوصيكم ونفسي بتقوى الله، فإن تقوى الله خير زاد ليوم الرحيل. Əziz değerli Müslümanlar, əziz, hörmətli qardaşlar, ilk öncə nəfsimə, sonra sizə Allah'tan qorxmağı tövsiyə edirəm. Çünki təqva səfər günü üçün ən xeyirli azuqədir. Və sonra bilin ki, bir oğru var, hansı ki daxil olur evlərimizə. Lakin heç bir qapı qırmadan, səsini belə eşitmirik, izini belə görmürük. Oğru hansı ki malımızı oğramır, paltarımızı, yeməyimizi oğramır. Lakin elə bir şey oğruyur ki, getdiyində geri dönmür. Oğruyur ömrümüzü, oğruyur vaxtımızı, saatimizi, oğruyur məclislərimizi, oğruyur ataların, övladların söhbətini, evin, ailənin sakitliyini, oğruyur qəlbin qorxusunu, xuşusunu, oğruyur ibadətin ləzzətini. Və keçmişdə bu oğru böyük bir ekran idi. Biz gedirdik ona doğru, evin bir küncündeydi. Sonra yavaş yavaş tədricən kiçildi. Nəhayət cibimizdədir, əlimizdədir, süfrəmizdədir, yatağımızda, döşəyimizin, yastığımızın yanındadır. Sadəcə ona doğru getmirik. Əksinə hara gediriksə daşıyırıq özümüzlə. Daxil olur bizi ilə hər yerə, yataq otağına, yemək yedikdə yanımızdadır, yolda yoldaşımızdır. Hətta ata ilə övladın sözünü yarımsıq kəsir, əri həyat yoldaşından uzaqlaşdırır. Ailə bir yerə cəm olsa da, bir məclisdə yığışsa da hamı, lakin görsən ki, hər kəs öz aləmində yaşayır. Və müsibət o deyil ki, təkcə vaxtımızı oğruyur. Müsibət odur ki, evimizə elə insanları daxil edir ki, bəlkə də qapımızda dayansalar bədənləri ilə icazə verməli onlara içəri girməyə. Lakin daxil edir evimizə kim istəyirsə, dinə lağ edəni, istehza edəni, asiliyi, günahı bəzədib yayanı, əxlaqı fəsad edəni daxil olur. Övladlarımız üçün dəyişir onların sözlərini, davranışlarını elə sözlərlə, elə əxlaqla əvəz edir ki, o övladlar atalarından, analarından belə davranış, belə söz eşitməyib, daxil olur icazəsiz, oturur övladlarımızla bizdən daha çox, danışır onlarla, ünsiyyət qurur bizdən daha artıq, fikirlərini dəyişir, libaslarını dəyişir, sözlərini dəyişir, əxlaqlarını dəyişir. Biz heç hiss etmirik də, fərqinə varmırıq da, sonra bir gün ayrılırıq. Və görürük, dəyişib övladlarımız, dəyişib sözləri, dəyişib əxlaqı, davranışı, dəyişib ataya, anaya olan ehtiramları, hörmətləri və deyirik ki, hardan gəlib bu? Qapıdan, hansı ki sən özün açmısan öz əlinlə, o kiçik ekrandan, hansı ki zənn edirsən ki əlindədir,
Bir də görürsən ki, qəlbləri ələ keçirib. Hakim olub qəlblərə, tərbiyə edir övladlarımızı bizim əvəzimizə. Ona görə o ev, hansı ki qapılarını bərk-bərk bağlayırsan ki, malını qoruyasan, oğru girməsin ora. Əksinə layiqdir ki, o evin əhlinin qəlbini qoruyasan. Əqidələri korlayandan, əxlaqı dəyişəndən və heç də hər ekranda görünən evinə girməyə layiq biri deyil. Heç də hər bir övladını güldürən, onlara fayda vermir. Heç də hər bir məhşur insanlar arasında məhşur olan, Allah'ın razılığını qazanmır, qazandırmır. Heç də hər bir milyon izləyicisi olan layiq deyil ki, nümunə olsun. Nə sənə, nə ailənə. O saatlar hansı ki itirirsən, bir ekrandan o birinə keçərək, bir şəkildən digərinə yönələrək, bir videodan digərinə dolaşaraq, eşitdiyin faydasız xəbərlər, bitməyən, tükənməyən söhbətlər. Lakin günlər keçir, ömür gedir, qəlb zəifləyir, Allah'ın kitabı tərk edilir, namazlar gecişdirilir, qul Rəbbindən çox o cihaza yaxın olur. Halbuki hesab yaxındır. Rabbim buyurur ki, İqtarabə linnəsi hisabuhum və hum fi gafleti mu'ridun. İnsanların haqq hesab vaxtı yaxınlaşıb, onlar isə qəflətdə üz döndərirlər. Hesab vaxtı yaxınlaşıb, biz isə deyirik ki, hələ də ömür var, hələ də vaxt var, qəbir yaxınlaşıb, biz isə barmağımızla bitməyən səhifələri dolaşırıq, çeviririk. Allah'la qarşılaşma yaxınlaşıb, lakin qəlbimiz məşğuldur. Məşğuldur hər şeylə, hər bir şeylə Allah'tan başqa. Ona görə sual ver. Neçə dəfə ehtiyac olmadan o telefonu axtarmısan, açmısan. Lakin neçə dəfə darıxaraq, həsrət çəkərək Allah'ın kəlamına yönəlmisən, o kitabı vərəqləmisən. Neçə dəfə itmiş telefonu axtardığın kimi qəlbin Allah qorxusunu axtarıb, neçə dəfə insanların xəbərlərini axtardığın kimi, halbuki o hamısından məlumatlısan, Rəbbinin əmrlərini tanımısan, axtarmısan, neçə söz, neçə video əzbərlədiyin kimi, Allah'ın kitabından nəsə əzbərləmisən və müsibət o deyil ki, o cihazın enerjisi bitsin, tükənsin, müsibət odur ki, ömrün qurtarır. Qəlbin isə imandan boşdur. Və müsibət o deyil ki, hansısa şəkili, hansısa videonu görmədən keçdin. Müsibət odur ki, namazları keçirdin. Namazları itirdin. Müsibət o deyil ki, insanlar səndən xəbərsizdir. Müsibət odur ki, qəlbin yaşayır, lakin qafildir Allah Teala'dan. Deyir ki, sallallahu aleyhi və səlləm, kim bir məclisdə oturarsa, Allah'ı zikr etməzsə, onun üçün Allah'tan naqisliyi var, peşmançılıq var. Kim yatağına girdikdə Allah'ı zikr etməzsə, onun üçün Allah'tan naqisliyi var, peşmançılıq var. Və tirə sözü hansı ki bu hədisdə keçir, peşmançılıq, xəsarətdir, mənası. Ona görə fikir ver bu hədisə, sonra düşün. Nə qədər oturmusan, əlində cihaz, lakin dilin Allah'ı heç zikr etməyib. Nə qədər uzanmışsan yatağına bu cihazla, bir şəkildən digərinə dolaşmışsan, lakin yuxu sənə qalib gəlib. Allah'ı zikr etməmsən, elə isə sual ver. Hani Allah o günün üçün, hani vaxtın, Kur'an üçün yer ayırdığın o gündə, hani namazın qəlbində, hani övladların, hansı ki onlara marağın üçün da yer ayırmışsan, önəm vermişsən, hani ahiretin üçün hesab. Və biz demirik, telefon şərdir hamısı. O cihaz şərdir, tam, xeyr, əsla. Onda fayda da var. Elm üçün qapıdır. Qohumluq əlaqələri saxlamaq üçün səbəbdir. Xeyrə açardır. Lakin neymət nə vaxt insanı Allah Teala'dan uzaqlaşdırır, fitnəyə çevrilir və o vəsilə ki səni namazdan saxlayır, namazı səndən alır, Kur'an'ı, ailəni, qəlbinin rahatlığını səndən alır.
artıq əlində bir qandaldır. Bir bağdır, bağlamısan onunla əllərini. Zənn etsən belə ki, o sənin əlindədir. Və bil ki, ömür qayıtmır. O dəqiqələr hansı ki, keçir, gedir, geri dönmür. O nəfəslər hansı ki, çıxıb səndən, o sənin ya lehinə, ya əleyhinə yazılır. Və Allah Teala səndən o dəqiqələri soruşacaq. Bəli, soruşacaq. Ne üçün? Çünki ömür soruşulacaq ondan ne üçün tükədilib. Və gün gələcək, o cihazı mütləq kənara qoyacaqsan. Və vadarsan da kənara qoymağa. Çünki gözlərin yumulacaq. İnsanlar da səndən uzaqlaşacaq. O cihaz səninlə qəbrivə girməyəcək. Nə o şəkil, nə o izləyicilər, nə o risalələr, məktublar. Qəbrivə səninlə girən əməllərin olacaq. Elə isə nə hazırlamısan o məkan üçün, nə hazırlamısan o gecə üçün ki, orada artıq əlində telefon olmayacaq, nə ekran, nə mesaj, nə dost olmayacaq, heç kim səni eşitməyəcək, səni ilə ancaq namazın olacaq, əgər varsa. Quran olacaq, əgər oxumusansa, səni ilə Allah'a zikr etmisənsə, zikr olacaq, istiğfar olacaq, əməlin olacaq. Və sonra xitab edirəm atalara, övladlarınızı ekranlara təslim edib, sonra deməyin ki, kim dəyişib onların əxlaqını, telefonu onlara verib, nəzarətsiz qoyub, sonra təəccüblənməyin ki, qəlblərinə daxil olan hardandır. Oturun onlarla, eşidin onları, oturun övladlarınızla, nə qədər ki böyüməyiblər, nə qədər ki yol var onların tərbiyəsinə, öyrədin Allahın kitabını, onlara örnek olun, nümunə olun, onlar özlərinə ekranlardan nümunə axtarmamış. Və bilin ki, siz onların qəlbini haqla doldurmasaz, başqası onların qəlbini batillə dolduracaq. Siz onlara yaxşı dost olmasaz, onlar o ekranlardan özlərinə dost axtaracaq. Siz tərbiyə etməsəz, hətta adlarını bilmədikləriniz onların tərbiyəçisi olacaq, dəyişəcək əqidələrini və bilmədiyin kəslər onlarla oturub duracaq və bilməyəcəksən onlardan nə istəyir. Ona görə də tövbə qapısı nə qədər açıqdır, qəflət qapısını bağlayın. Allah Teala'nı zikr edin, peşmansınır günü gəlməmişdən əvvəl, hansı ki o gün arzulayacaqsan ki bir təsbih belə edə biləsən, Subhanallah deyə biləsən, lakin bacarmayacaqsan, nəfsin üçün vaxt ayırın, Rəbbinizlə baş-başa qala bilməyiniz üçün, qəlbiniz Rəbbinizə dönsün deyə, səhlənkarlıq etdiyiniz, naqisliyə yol verdiyiniz əməllər üçün ağlaya biləsiniz deyə, ruh xaliqinə qayıtsın deyə, Allahım qəlblərimizi qəflətdən oyat, Allahım ömrümüzə, vaxtımıza bərəkət ver, Allahım ailəmizi, övladlarımızı fitnələrdən qoru, aşkarından, gizlinindən, Allahım dünyanı bizim üçün böyük dərd eləmə, elmimizin son həddi eləmə, Allahım İslamı və müsəlmanları izzətli et, Allahım ölkəmizi digər müsəlman ölkələrini xətadan, bəladan qoru. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisəiril muslimin min kulli zəmb fəstəğfiruhu innəhu vəl-ğafur rahim. Lillahi Rabbil ələmin və salatu və salamu alə əşrafil ənbiyəyi vəl-mursəlin nəbiyyə Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, innallaha ya'muru bil-adli vəl-ihsani və itə'i zil qurbə və yenhə anil fəhşai vəl-munkar vəl-bəği ya'idukum la'allakum tezekkerun.